Şaban ayının axırıncı cüməsidir. Bir neçə gündən sonra mübarək Ramazan ayına daxil olacaq. Mübarək Ramazan ayının fəziləti, üstünlüyü, Allah yanında dəyəri o qədərdir ki, İslam Peyğəmbəri buyurur ki, 11 ayın sultanı mübarək Ramazan ayıdır. Peyğəmbər salavatullah buyurub, Eyyuhannas, ey insanlar, İnnehu qad aqbala ileykum şəhrullah bil bərəkə və rəhmə vəl məğfirə. Allah-u Teala bu ayı sizlərə bərəkətli, rəhmət və məğfirət ayı gətirmişdir. Şəhrun huva indallah afsalus şuhur. Mübarək Ramazan ayının fəziləti, üstünlüyü, dəyəri, qiyməti başqa aylardan daha da üstündür, daha da fəzilətlidir. Ayyamuhu afsalul ayyam. Onun günləri digər günlərdən daha da fəzilətlidir. Və leyaluhu afsalul leyali. Onun gecələri də digər gecələrdən daha da fəzilətlidir. Və saatuhu afsalus saat. Onun saatları da, onun dəqiqələri, onun saniyələri digər ayların saatlarından daha da fəzilətlidir. Və huve şəhrun du'itum fihi ila ziyafətillah. Siz bu ayda Allah'ın ziyafətinə, Allah'ın qonaqlığına dəvət olunursunuz. Və cəaltəhum fihi min əhli kəramətillah. Siz bu ayda Allah'ın kəramət əhlindən hesab olunursunuz. Görəsən, bir insan bir məmləkətin şahının, rəhbərinin qonağına dəvət olunar. Dəyərli bir şah ola, üstün bir şah ola, onun qonaqlığına dəvət olunarsan, o insan üçün yer göy sığmaz. O qədər özündə şərafət hiss eləyər. Bir insan Peyğəmbərin qonağı ola, nə dəyərli insandır. Bir insan Əhl-i Beytin qonağı ola, nə onun da Allah yanında dərəcəsi var. Amma bir insan bu aləmə can verən, bu aləmə hərəkətə gətirən, bu aləmə ruh verən Allah buyurur ki, ey insanlar, bu ayda mənim qonaqlığıma dəvət olunursunuz. Bu insanın nə qədər dəyəri var, nə qədər üstünlüyü var. İnsan öz məqamın bilə, öz üstünlüyün bilə, şərafətin bilə. Allah buyurur ki, mənim qonaqlığıma dəvət olunursunuz. İndi bəziləri buyurar ki, qonaqlıqda gələk nemətlər verilə, amma Allah bizə nemətləri qadağan eləyir. Amma Allah sizləri mənəvi qonaqlığına dəvət edir. Mənəviyyat maddiyatdan üstündür. İnsanın qeyrəti, namusu hər nədən üstündür. İnsan az qala, amma öz mənəviyyatın həqiqi bir Allah-pərəz Əhl-i Beyti öz mənəviyyatını satmaz. Allah da ən üstün məqama səni dəvət edir. Mənəviyyat qonaqlığına səni dəvət edir. Buyurur ki, mənəviyyat qonağında Allah sizlərə nə verir? Buyurur ki, Ənfatukum fiki təsbih. Sizin aldığınız nəfəslər də Allah yanında təsbih hesab olunur. İndi təsbihə götürərsən, əlbət zikr eləyəsən, Subhanallah, Elhamdülillah. İndi siz nə qədər nəfəs alacaqsınız mübarək Ramazan ayında, Allah sizin aldığınız hər bir nəfəsizi təsbih hesab edir. Görürüz, Allah bu qonaqlıqda nə verir bəndəsinə? Sonra bu, və namukum fihi ibadə. Sizin yatmağınız da hətta belə ibadət sayılır. Digər aylarda yatmaq var, məşruh yatmaqlar var. Bəyənilməyən yatmaqlar var. Amma siz mübarək Ramazan ayında yatacaqsınızsa, Allah həmən bu yatmağınızı sizi ibadət hesab edir.
və əməlukum fihi məqbul. Allah yolunda hansı bir əməl yerinə yetirəcəksinizsə, sizin etdiyiniz əməllər Allah dərgahında qəbul olunacaq. Və duakum fihi müstəcab. Sizin dualarınız qəbul olunacaq. Və sallallahu bi rabbikum. Və sallallahu rabbakum bin niyyatin sadiqə. Amma şərti var. Fə ərəb dilində burada şərtiyyədir. Yəni gərək siz istəyirsinizsə, əgər kəramət əhlindən hesab olunasınız, sizin aldığınız nəfəslər təsbih hesab olunsun, yatmağınız ibadət olunsun, əməlləriniz məqbul olunsun, dualarınız müstəcab olunsun, gərək ki, sadiq niyyətlə Allahdan diləyəsiniz, sadiq niyyətlə Allahdan istəyəsiniz. Niyyət özü şərtdir. Xalis niyyətlə gərək Allahdan istəyəsən. Və qulubun tahirə, pak qəlblə Allahdan istəyəsən. Ən yuvəffiqəkum lisiyami ki, sizi bu mübarək Ramazan ayında müvəffəq etsin. Nəyə müvəffəq etsin? Və tilavətü kitabı ki, öz kitabının, yəni Qur'an tilavət etməli etsin, müvəffəq etsin. Və innə şəqiyyə mən hərəmə qəfərəllah fi hazır şəhrul azim. Həqiqətən də bədbəxt o insandır ki, İslam Peyğəmbər buyurur ki, mübarək Ramazan ayında, əzəmətli ayda özün bağışlada bilməyə. Ən bədbəxt insan odur. Mübarək Ramazan ayında Allahın rəhmət qapıları bəndələrinin üzərinə açıq ola, insan sadiq niyyətlə Allah qapısına gəlməyə. Əgər bir insan özün bağışlada bilməsə, özün paklaya bilməsə, Allaha yaxın ola bilməsə, Peyğəmbər və onun əhli beytinə yaxın ola bilməsə, İslam Peyğəmbəri buyurur ki, o insan bədbəxt insandır. Allah bizlərə o insanlardan qərar verməsin inşallah. Udquru bizav'ikum və ətəşukum fiqi cav'un yevmul qiyamə və ətəşuhu. Sizin aclığınız, sizin susmaqlığınız, susuzluğunuz sizi qiyamət günün aclığın və susluğunu datdırsın, xatırlatsın. Ac olan zaman qiyaməti xatırla. Susuzluq gələn zaman qiyaməti xatırla. Çünki qiyamət qorxuludur. Həd surəsinin əvvəlinci ayəsində Allah bənzətmə verir. Qiyamət günün qorxusundan danışarkən elə bir bənzətmə verir ki, əgər bir ananın bətnində evlad olarsa, o qiyamətin qorxusundan o evlad ana bətnindən sidq olunar, ana onu hiss eləməz. Qiyamət günün qorxusu o dərəcədədir ki, İslam Peyğəmbərin barəsində buyururlar. İslam Peyğəmbərindən başqa digər Peyğəmbərlər qiyamət günün qorxusundan deyərlər, ya nəfsa, ilahi bizim özümüzə köməklik elə. Yeganə İslam Peyğəmbəri buyurar, ya ümmətə, ilahi mənim ümmətimə yardımcı ol. Mənim ümmətimi bu qorxudan, bu xofdan xilas elə, nicat ver. Allah bizi həqiqi Peyğəmbərin ümmətindən qərar versin. Sizin aclığınız, sizin ətəşiniz qiyamət günün aclığın və ətəşin sizə xatırlasın. İnsan gərək mübarək Ramazan ayında aclıq gələn zaman qiyaməti xatırlasın. Ətəşliyi gələn zaman qiyaməti xatırlasın. Və tüsəddiqu alə fuqaraikum və məsakinikum, miskinlərinizə, fəqirlərinizə sədəqə verin. Vəqqiru kibarakum, öz böyüklərinizə vüqarlı olun. Vərhamu siğarakum, kiçiklərinizə mərhəmət göstərin. Vəslu ərhamakum, qohum əqrabanızı axtarın. Vəhbəzu əlsinətəkum, dillərinizi qoruyun. Və qazzu əmmə la yəhullun nəzər iləyə əbsarakum, gözlərinizi Allahın haramından örtün, qoruyun. Və əmmə la yəhullu istimə iləyə əsmaikum, qulaqlarınızı haram qeybət eşitməklikdən qoruyun. Və təhənnənu alə əytamun nas kəmə yətəhənnənu alə əytamukum, İnsanların yetimlərinə ürək yandırın, sizin də yetimlərinizə ürək yandırsınlar. Bu çox önəmli məsələdir. Yetim uşağının gözü yaşı tökməkliyi
Peyğəmbər salavatullah buyurur ki, əgər bir yetim uşağın göz yaşı yerə tökülərsə, Allahın arşı sirkələnər. Heç olmasa yetim uşaqlara qəlbimizə basıb, onlara navaziş çəkib ehtiram göstərmək gərəkdir. Tubu ilallah min zunubikum, günahlarınızdan tövbə eləyin. Varfa ileyke eydikum bid dua fi afkadı salavatukum, namazlarınızdan əllərinizin Allah dərgahına qaldırarkən dua edin. Və inne afsalus saat, çünki həmən zaman saatların ən əfsal saatıdır. Namaz vaxtı insana əlin qaldırıb Allah dərgahına dua edən zaman. Yanzurullah azze ve cel fike bir rahme ila ibadihi, həmən zaman Allah rəhməti ilə öz ibadət edən bəndələrinə nəzər edir. Yücibukum izə nadukum, münacat etsə onun duasını qəbul edər. Və yulabbikum izə naduhu, Allahı çağıran zaman Allah ona ləbbeş deyər. Baş üstə deyər, ey mənim bəndəm. Və yestecibu lahum izə da'uhu, əgər dua etsə Allah onun duasını müstəcab edər. Eyyuhannas, inne anfazən mərhunətin və amalukum fəkkiruha bi istiğfarikum. Sizin, ey insanlar, sizin əməlləriniz girov götürülür. İstiğfarla fikirləşin, təfəkkür eləyin. Allah sizin əməllərinizi bir girov olaraq saxlayacaq və qiyamət günü sizə zəxirə olaraq əta edəcəkdir. Və zuhurukum thəqilatun min avzarikum və xaffifu an ghabituli sucudikum. Sizin bellərinizdə yük var, ağır yüklər var. Onu uzun səcdələrlə yüngülləşdirin. Va'lamu anna la tazakkur aksum bi izzati la yu'azzibul musalline vel sacidin. Allah and içib, and ola izzətimə. Bu mübarək Ramazan ayında hər kəs namaz qılacaq, Allaha səcdə edəcək, Allah onu cəhənnəm əzabından kənar edəcək və ona əzab verməyəcəkdir. Eyyuhannas, mən fətərə minkum saimən mu'minən fi hazər şəhir, kanə ləhu bizalikə indəllə əzzə və cəl, etkun rəqəbə və məxfirətun limə mədə min zunubihi. Ey insanlar, hər kəs bu ayda bir müminə iftar verə, Allah onun əvəzin bir qul azad etməliyin savabını əta edər və onun keçmiş günahlarını bağışlayar. Fəqilə ləhu, İslam Peyğəmbərinə bir nəfər buyurdu, ya Resulallah, leysə kulluna yəqdu ələ zalik. Ey Allahın Rəsulü, heç birimiz siz dediyiniz əməlləri gücü çatıb yerinə yetirə bilməz. İslam Peyğəmbəri buyurdu, İttəqunlar, cəhənnəm odundan qorxun, və la bişəqqin təmrə, hətta bir xurmanın parası qədər insan bu ayda bir müminə iftar versə, İttəqunlar və la bişərbətun mimma, bir qətrə su da versən, Allah onun gördüyü işin bir qul azad etməyinin savabını əta edər və onu bütün günahların bağışlayar. Xütbə çox uzundur, daha axıra qədər oxumuram. Həzrət Əli əleyhissalamın bu sözü ilə ki, buyuram ki, Həzrət Əli əleyhissalam buyurdu, ya Resulallah, ma əfsəlu əməl fi hazə şəhir, bu ayda ən əfsəl hansı əməldir? Allahın Resulü buyurdu, ya Əbəl Həsən, əfsəlul əməl fi hazə şəhir əl-vara ən məharimillah əzzə və cəl sümmə baka. İslam Peyğəmbəri buyurdu ki, ən əfsəl əməl bu ayda Allahın haramından çəkinməkdir. Sonra İslam Peyğəmbəri ağladı. Ya Resulallah, ma yəbkikə, səni ağladan nədir? Fəqalə ya Ali, əbkil ma yəstəhillu minkə fi hazə şəhir. Ondan ötürü ya Ali ağlayıram ki, bu ayda, bu mübarək Ramazan ayında sənin qanını tökəcəklər.
kəənni bikə və əndə tüsəllil Rabbikə və əndə inbəzə əşqə əvvəlinə vəl-axirin. Səni elə bir insan qətlə yetirəcək ki, o əvvəldən ta axıra qədər, yəni qiyamətin gününəcən, Adəmdən ta qiyamətin gününəcə ən bədbəxt insan səni namaz halında qətlə yetirəcək. Şəqiqun ağrun naqətu Səmud. Həmən insan Samud qovmunun tayfasından aqir olan Salih Peyğəmbərin dəvəsini öldürən insan kimidir? Salih Peyğəmbərin dəvəsini öldürən insan adı nə idi? Onun adı Qəddar idi. Biz həmişə bu kəlməni işlədirik, deyirik, nə qədər qəddarsan. Tarix deyir ki, həmən o qəddar sözü həmən insanın adından bütün dillərə nə olub, həkk olunub. Yəni, bu insan elə bir mərtəbəyə yetişir ki, gəlir Salih Peyğəmbərin dəvəsinin öldürənin dərəcəsinə yetişir. Və zərbuka zərbatun alə qurnuka və xazəbə minhə ləhiyyətikə. Sənə elə bir zərbə vurarlar, sənin saqqalı və qan bürüyər. Qalə əmirə müminin əleyhissalam, gör Həzrət Əli nə buyurur? Ağa, sənə canımız fəda olsun. Fəqultu ya Rasulallah və zalikə bis salaməti min dini. Ya Rasulallah, əgər mənim dinim, yəni İslam dini salamat olacaqsa, yaşayacaqsa, bu canım fəda olsun. Həzrət Əli buyurur, Həzrət Əlinin canı qiymətlidir. Həzrət Əlinin canı dəyərlidir. Bizim millərlə canımız Həzrət Əlinin bir dənə tükünə qurban əvəz olunmazdı. Amma Həzrət Əli aleyhissalam kimi bir insan, bir şəxsiyyət deyir, dinim yaşayacaqsa, dinim qalacaqsa, öz canımı bu din yolunda fəda edim, hətta namaz halında olsam da belə. Sümmə qal, Peyğəmbər salavatullah buyurdu ki, ya Əli, sənin bu namaz halında zərbətlənməliyin, şəhidliyin dini salamat saxlayacaq. Ya Əli, mən qətələkə fəqət qətələni, kim səni öldürsə məni öldürmüşdür. Və mən əbğazəkə fəqət əbğazəni, kim sənə buğz etsə, nifrət etsə mənə nifrət etmişdir. Və mən səbbəkə fəqət səbbəni, hər kəs səni söysə məni söymüşdür. Liənnəkə minni, çünki sən məndənsən, mənim özümsən, kənəfsi, özümsən, ayrılmazsan. Ruhukə min ruhi, sənin ruhun mənim ruhumdur. Və tinətükə min tinəti, sənin yaradılışın, sənin tinin, sənin kökün mənim kökümdür. İnnəllah təbarəkə və teala xələqəni və iyyəkə. Allah məni sənə görə yaratmışdır. Məni sənə görə pak etmişdir. İxtarən nübuvvə, məni peyğəmbərliyə seçmişdir. Və ixtarən imamə, sənə də imam seçmişdir. Və mən ənkərə imamətəkə fəqət ənkərə nübuvvəti. Hər kəs sənin imamlığı inkar etsə, mənim peyğəmbərimi inkar etmişdir. Ya Əli, əntə vəsiyi, sən mənim vəsiyimsən. Peyğəmbər mübarək Ramazan ayından öncə bu sözləri deyib, ha? Və Əbu Vələdi, mənim evlatlarımın atasısan. Peyğəmbər salavatullah burada bir söz də deyə bilərdi. Həfidəti də deyə bilərdi, nəvələrimin atasısan, deyə bilərdi. Amma İslam Peyğəmbəri buyurur ki, sən mənim evlatlarımın, yəni Həsən və Hüseyn mənim balamdır, özümdür, mənim evlatlarımdır, sən onların atasısan. Və zovci ibnəti, qızımın həyat yoldaşısan. Və xəlifəti ələ ümməti vi həyatı və məti məmati, sən mənim dirliyimdə də, ölüyümdə də bu ümmətin xəlifəsisən, mənim xəlifəmsən. Və əmrükə əmri, sənin verdiyin əmirlər mənim əmrimdir. Və nəhyükə nəhy, sənin nəhyün, sənin haram etdiklərin mənim haram etdiklərimdir. Əqsum billədi bəsəni bin nübüvvə, Peyğəmbər and içir, qəsəm edirəm
ki, ruhum onun əlindədir. Allah məni peyğəmbərliyə göndərmişdi. Və cəli xeyrül bəriyyə, məni bəriyyənin ən xeyirlisini qərar vermişdir. Ennəkə lihüccətullah ələ xəlqiki və əmini ələ sirriki və xəlifətə ələ ibadiki. Sən Allahın, xəlqinin, yaradılmışların hüccətisən və bu sirrin əmnisən və ibadət edənlərin xəlifəsisən. Allah bizləri mübarək Ramazan ayında bu xütbənin tam şəkildə riayət edənlərdən qərar versin. Bizi dünyada 14 məsumun ziyarətindən, axirətdə şifalarından binəsib etməsin. Allah bizləri mübarək Ramazan ayında ləyaqətli və Allahpərəst, əhl-i beytpərəst, onların yolunda sabit qədəm eləsin. Allah ölənlərimizi qəriq rəhmət, qalanlarımızın canını salamat eləsin. Allah bizi dünya və axirətdə 14 məsumdan məşhur eləsin inşallah. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu.